Siz 93-cü illərə toplumu və siyasəti çəkib, milləti yenidən aldatmağa çalışsanız, bilməlisiniz ki, belə hal baş verərsə, sizin o dövrdəki cinayətləriniz də üzrə çıxa bilər. Heç kim düşünməsin ki, Azərbaycanda kim iqtidardır, kim müxalifətdə olub, anlayışınla Azərbaycana qarşı olan qüvvələri kimsə görmür. Bir də bəzi partiya rəhbərləri var, tanıyıram. Bugün görürlər mahiyyətlər üzə çıxır. Deyir, bəzi adamlar televizyona çıxıb deyirlər ki, Ramiz Mehdiyev dövlət içində dövlət olub. Ramiz Mehdiyev dövlət içində dövlət olubsa, onda belə çıxır ki, güclü prezident Heydər Əliyev və güclü prezident İlham Əliyev çox zəif olub. Kim deyir onu? Bunu bugün Azərbaycan siyasətinin baş provokatoru Pənah Hüseyn deyirdi. Keçmiş baş nazir kimi. Bunu mən xəbərdarlıq edirəm, davranışlarına diqqət eləsin. 93-cü ilə çəkilərsən, Pənah istəsə efirə zəng eləyə bilər. 93-cü ilə çəkilərsən, Burbulislə anlaşman ortaya çıxar. Özünü yaxşı apar, geri çəkil. Niyə bu addımları atır, mən onu başa düşürəm. O ölür ki, onun dostları həbs olunacaq. Pənah Hüseyin. Bəli, ən yaxın adamlar, o da gedəcək onlarla bir yerdə. Onu bildiyinə görə belə edir. Pənah bəy? Bəli. Ona görə də milləti çaşdırmasınlar. Hələ deyir ki, dövlət içində dövlət olar. Özün demirsən ki, 5-ci kolon. 5-ci kolon təşkilatdır da, kəşfiyyat təşkilatıdır da. Kəşfiyyat təşkilatı da kürəsəlləşəndə, qurumsallaşanda dövlət olur da. Yaxşı, Türkiyə dövləti 100 illik cumhuriyyətdir. Fethullah Gülen terror təşkilatı oradan çıxmadı. Tveto dövləti, paralel dövləti oradan çıxmadı. 200 illik əsarətdə olan Azərbaycanda, ilk durmağı yeni yerə öyrənən bir Azərbaycanda başqa güclər, qurumsal terror təşkilatı, dövləti qura bilməzlər, paralel dövlət qura bilməzlər. Nə danışırsan sən? Kimi çaşdırmaq istəyirsən? Və nəyə mesaj vermək istəyirsən? Onu mən demişəm, Pənah bəy, paralel dövlət. Dövlət içində dövlət. Mənim ədəb alırsan. Mənimlə mi danışmaq istəyirsən? Səni kim öyrədib salıb ortalığa? Dostunu xilas eləmək üçün komanda mı almışsan? Bəli, Pənah bəy, sizin hamınızın səsiniz DTK-dan gələcək. Candır bəy, çox ciddi iddialar. Çox ciddi iddialar sürmürəm. Mən iddia edirəm ki, proseslərin hamısının iştirakçılarıdır. Dərinliyə gedəndə başqa şeylər çıxacaq. Daha böyük xəyanətlərin içindən çıxacaqlar. İndidən hazırlaşsınlar. Azərbaycan dövləti də bunlar üçün Ramiz Mehdiyev dövrünün dövləti deyil. Qarabağ savaşından başarılı çıxan, zəfər qazanan bir Azərbaycanın dövlətindən bugün söhbət gedir ki, orada Rusiyanın qurduğu paralel dövlətlər at oynada bilməz, meydan sürüyə bilməz. Hələ get, onu bunu yanına fikir yayındır. Bir dənə də İrana qaçanı özündə hələ lider sayan birində meydanlara çıxarın, danışdırın. Sizin heç biriniz bu ölkədə danışanməzsiniz. Zamanınız keçib. Siz bütün qüvvələrlə oynamışsınız, Azərbaycana qəsd planı içində iştirak eləmişsiniz. Siz Pənah bəylə münasibətləriniz yaxşı idi? Pənah bəylə, Əhmədlə, Vəliylə mənim şəxsi münasibətlərimin dövlətin vakasında nə rol oynaya bilər? Bizim öz övladımız olsa belə ayaqlayıb keçərik. Şəxsi məsələ deyil bu. Dövlət məsələsidir. O dövlət ki, milləti minilliklərə aparır. Sənin ixtiyarın yoxdur orada at oynadasan. Sənin ixtiyarın yoxdur orada ağzına gələ danışasan. Bugün də dolay yollarla Milli Şurada at oynadan Ramiz Mehdiyevlə çin-çin olan əli kərimliyini müdafiə edəsən, mesaj verəsən, lağa qoyasan prosesi, cavab verənməzsən Pənah Hüseyin. Pənah Hüseynin dövlətin içində himayə edən kimdir çıxsın meydana? Hansı dövlət məmurudur? Ona xəbərdarlıq edirəm, sən Ramiz Mehdiyevin kuklasının baş kuklasısan. Pənah kimi adamları idarə edirsən hələ. Yığışdırın bu oyunları. Kim idarə edəcək? Eləyir, himayəsi olması cəsarətdən olanmaz. Mən onu tanıyıram, qorxağın biridir. O cəsarət alıb danışır. Revanş götürüblər. Hər halda Ramiz Mehdiyev bunlarla əlaqə saxlamadığı bir dövrdə paralel dövlətin prezidentini dəyişiblər. O idarə edir bunları.